Gündəlik dərs planında ən vacib olan 3 hissə hansılardır? Gəlin baxaq. Gündəlik dərs planında ən vacib olan hissə əlbəttə ki, dərsin məqsədidir. Hansı ki, məqsəd deyəndə şagirdlərin sonda əldə edəcəyi bilik, bacarıqlar burada öz əksini tapır. İkinci vacib hissə təlim strategiyalarıdır. Təlim strategiyaları nə deməkdir? Strategiyalar dedikdə dərs prosesində müəllimin gördüyü iş fəaliyyətləri nəzərə tutulur. Hansı ki, bu fəaliyyətlər şagirdləri birbaşa dərsin məqsədinə istiqamətləndirməlidir. Ki, fəaliyyət deyəndə tapşırıq, iş üsulları, iş formaları nəzərdə tutula bilər. Və ən sonda dərsin planında ən vacib üçüncü hissə hansıdır? Əlbəttə ki, qiymətləndirmə. Qiymətləndirmə də şagirdləri dərsin sonunda nə dərəcədə məqsədə çatıb-çatmadığını yoxlamağa xidmət edir. Qiymətləndirmənin doğru aparılması üçün düzgün qiymətləndirmə meyarları və düzgün qiymətləndirmə üsulları seçilməlidir. Demək, dərsin effektiv təşkil olunması üçün məqsəd, fəaliyyət və qiymətləndirmə əvvəlcədən düzgün təyin olunmalıdır. Və həm fəaliyyət, həm də qiymətləndirmə şagirdləri dərsin məqsədinə istiqamətləndirməlidir. Bu kimi faydalı məlumatlarla tanış olmaq istəyirsinizsə, səhifəmizi izləyin.